Unudulmaz ədibimiz Salman Mümtazın şəxsi arxivində onun öz nəfis xətti ilə bir çox şairlərimiz haqqında əlyazma halında dəyərli məlumatlar, qeydlər toplanılıb, saxlanılıb və o şairlərdən biri də Mirzə Nəsrullah Bahar Şirvanidir. Bahar Şirvani çox müqtədir və ustad şairlərimizdəndir. Onun farsça divanı və türkcə bir neçə qəzəli günümüzə gəlib çatıb. Bahar öz ömrünü başdan başa demək olar ki, seyir və səyahətlərdə, səfərlərdə keçirib. Rızaqulu xan Hidayət öz Məcmuəl Füsəha təzkirəsində yazır ki, Bahar 1275-ci Hicri qəməri ilində Tehrana səfər eləyir. Və ümumiyyətlə Tehranda 3 il Nazim-i Ətibba ləqəbi ilə məşhur olan Əli Əkbər xan Nəfisidən, yəni öz dövrünün böyük təbib və ədibindən təbabət dərsləri alır. Nazim-i Ətibbanın öz lüğəti də var idi. Yəni Fərhəngi Nazim-i Ətibba və yaxud Fərhəngi Nəfisi adında məşhur fars dilinin izahlı lüğətinə sahib bir ədib idi. Və Bahar Şirvani həmin dövrdə həmçinin fransız dilini və fransız ədəbiyyatını yüksək səviyyədə mənimsəyir, öyrənir. Salman Mümtaz onun Tehranda olduğu müddətdə çox maraqlı bir xatirəni qeyd edir. Bahar Tehrana gələndə Nasirəddin Şahın hakimiyyət illəri idi. Nasirəddin Şah özü də şair idi, şeirə, şairə böyük qiymət verirdi. Və Baharın adı, sanı, səsi sorağı onun qulağına çatanda diqqətini cəlb eləyir və Bahara təklif eləyir ki, gəlib sarayda qalsın, Məlik-i Şüəra titulunu alsın və bir çox dəyərli təkliflərdə bulunur. Amma Bahar bunların heç birini qəbul eləmir. Yalnız birinə söz verir. Yəni Nasirəddin Şaha bildirir ki, sən bir gecə öz sarayında şeir məclisi təşkil elə, mən gəlib qonaq olum və bir hünər göstərim orada, amma mənim şair olduğumu, Bahar Şirvani olduğumu heç kimə bildirmə. Orada məni sadəcə bir təbib kimi tanıdı. Və Tehranın ən məşhur şairlərinə əvvəlcədən əmr elə ki, onlar yeni bir qəsidə yazsınlar, o məclisdə oxusunlar. Nasirəddin Şah da hər şeyi deyildiyi kimi eləyir. Həkim Qaaniyə, Mirzə Abbas xan Fəruğiyə, Mirzə Əli Suruşa, Rızaqulu xan Hidayət kimi öz dövrünün məşhur şairlərinə yeni bir qəsidə yazmağa əmr eləyir ki, həmin məclisdə oxusunlar. Həmin gecə gəlib çatanda, məclis qurulanda Nasirəddin Şah şairlərə Bahar Şirvani sadə bir təbib kimi təqdim eləyir və başlayırlar şeirlərini oxumağa. Bahar Şirvani orada oxunan qəsidələrin tamam başqa şairlərə aid olduğunu iddia eləyir və bir növ sübuta yetirir və bəzi qəsidələrin də tərcümə olduğunu, yəni orijinal deyil, başqa bir qəsidədən tərcümə olduğunu bəyan eləyir. Hətta orada bu məşhur farsça mətlərini oxumağa başlayırlar ki, əgər az xordən mey ləl ləbət rəngin əst, bəs səbəb çist ki, mey təlx ləbət şirin əst. Və Bahar bunu bədahətən türkçəyə tərcümə eləyir. Gərmə içməklik ilə ləl ləbin rəngindir, səbəbi bəs nədir? Mey təlx ləbin şirindir. Onu da deyim ki, həmin o farsça mətlərini mən sonradan Qaaninin divanında da görmüşəm. Orada bəs səbəb çist yox, bi səbəb çist. Bu şəkildə başlayır ikinci misra. Şeir oxumaq növbəsi gəlir, yetişir. Dövrünün ən məşhur və müqtədir şairi Mirzə Həbibullah Şiraziyə ki, onu Həkim Qaani kimi tanıyırıq və Müctəhid-i Şüəra ləqəbi ilə məşhur idi o vaxt. Amma Həkim Qaani Nasirəddin Şahdan üzrxahlıq eləyir ki, öz yazdığı yeni qəsidəsini oxumasın. Nasirəddin Şah səbəbini soruşur. O deyir ki, bu biçarə şairlər bu təbibi tanımadıqlarına görə öz qəsidələrini oxudular və abirudan düşdülər. Yəni üzlərinin suyu töküldü, xəcil oldular. Əgər mümkünsə siz o təbibi bizə tanıdın, biz də ona ixlas və iradətimizi yerinə yetirək. Yəni səmimi bir şəkildə təzim edərcəsinə münasibət quraq. Yoxsa yüzlərlə qəsidə oxunsa, o yenə də sübuta yetirəcək ki, bu qəsidələr ya başqa şairə məxsusdur, ya da tərcümədir. Və Nasirəddin Şah gülüb Qaaniyə o təbibin məşhur şair Mirzə Nəsrullah Bahar Şirvani olduğunu bildirməyə məcbur qalır. Və həmin anda Qaani üzünü tutur məclis şairlərinə, bədahətən bu iki beyti söyləyir.
این هنرپرور ادب آموز در سخن اوستاد قاآنی است. نام نامیش هست نصرالله، به تخلص بهار şirvani است. Yəni bu ədəb öyrədən hünərli sənətkar, istedadlı şair sözdə, şeirdə Qaanin ustadıdır. Və onun adlı sanlı, şöhrətli adı Nəsrullahdır. Təxəllüsü isə Bahar Şirvanidir. Və bununla da məclis əhlinə də məlum olur ki, həmin təbib dövrünün misilsiz ustad şairi Mirzə Nəsrullah Bahar Şirvani imiş. Əslində deyilən qəsidələr elə həmin şairlərin qələminə məxsus imiş. Nə başqalarının şeiri, nə də başqalarından tərcümə imiş. Sadəcə Baharın hafizə və təbinin qüvvəti o qədər çox imiş ki, istədiyi şeiri anındaca yadında saxlaya bilirmiş və hətta davam etdirə bilirmiş və istədiyi şeiri də türk dilinə və ya başqa bir dilə bədahətən tərcümə edə bilirmiş. Bu cür dahilərimizi layiqincə tanıyıb, tanıtdırmaq ümidi ilə.